Biologiya müəlliməsi Aygül müəllimə bu gün güvən 10-cu sinif sınaqlarının biologiya testinin izahatını sizə verəcəm. Gəlin başlayaq. Test 1. Birinci bitki adi küknar, ikinci akasiyadır. Deyir bunlar üçün ortaq olan nədir? Yumurtacıq. Hər ikisində toxum olduğuna görə yumurtacıq olacaqdır. Adi küknar çırpaq toxumlara aiddir. Akasiya isə çiçəkli bitki olan paxlalar fəsləsinə aiddir. Hər ikisində toxum olduğuna görə yumurtacıq olacaqdır. Çünki toxum əmələ gəlir yumurtacıqdan, meyvə əmələ gəlirdi yumurtalıqdan. Erkəcik ancaq aiddir çiçəkli bitkilərə, aiddir ancaq akasiya. İynəşəkilli yarpaq ancaq aiddir çırpaq toxumlara, aiddir adi küknara. Mil kök sistemi isə hər ikisinə aiddir. Çünki toxum hər ikisində vardır. Meyvə yanlığı isə adi küknarda meyvə olmadığına görə də meyvə yanlığı ola bilməz. Onun üçün cavab nə oldu? 1 ilə 4 A variantı. Buğda toxumunun rüşeym quruluşuna aid deyil. Biz demişik ki, toxum hansı sərdən ibarətdir? Toxum qabığı, rüşeym və endosperm. Rüşeym kökçüyündən, rüşeym gövdəciyindən, rüşeym tumurcuğundan və ləpə yarpağından ibarətdir. Endosperm, yəni rüşeymin hissəsi deyildir. Sonra üçüncü sual, azalma prosesinə uyğun gələn və erkək qıcıda. Biz demişik ki, azalma nədir? Meyoz bölünmə deməkdir. Meyoz bölünmədə bir anadan 4 qız hüceyrə əmələ gəlirdi. Hər biri qız hüceyrənin xromosom dəsti ananın xromosom dəstinin yarısına bərabərdir. Yəni 2N-dən N-in əmələ gəlməsi. Qıcı bitkisində yetkin bitki 2N idi, spor isə N idi. Yəni 2N-dən N-in əmələ gəlməsi meyoz bölünmə olacaqdır. O da olacaq cavab 5. Yəni 5 olan cavab E variantı. Biz bir şeydə xatırladaq ki, qıcı kimlərdə birinci qeyri-cinsi nəsil, ikinci isə cinsi nəsil olurdu. Toxumu və orqanları olmayan bitkiləri seçin. Biz bilirik ki, yosunlar ibtidai bitkilərdir və ibtidai bitkilərin nə toxuması var, nə orqanları var. Burada da yosun 1 Ulotrix, 3 Sprogyra, 5 Ulvadır. Cavab A variantı. Sfagnomla quş mamırının ortaq xüsusiyyəti deyil. Biz bilirik ki, yaşıl quş mamırına sfagnomun fərqi nə idi? Sfagnomda rizoid yox idi, yaşıl quş mamırında rizoid var idi. Cavab B variantı. Bu günəbaxan bitkisidir. Günəbaxan bitkisinin çiçək tüstürü belədir. K0, L5, Y5, D1-dir. Bu bitkilərdə iki cür ləçəklər var. Ortada boru şəkilli ləçəklər, qıraqda isə yalancı dizli şəkilli ləçəklər var. Düsturda L ilə Y-nin sayı 5 olub bərabər görsəndəsə də, burada müxtəlif növ ləçəklər olduğuna görə ləçəklərin sayı erkəciklərin sayından çoxdur. Onlar da bir dənə dişiciyin sayından çox olur. Yəni cavab olur D variantı. Sonra bir ağacıq iki qapayıcı hüceyrədən ibarət. Bəli, bu düzgündür. Qapayıcı hüceyrələrə xlorofilla malikdir. Bəli, ağacıqlar yaşıl rəngdə olur. Yarpağın bütün dərli hüceyrələri rəngsizdir. Yarpağın dərli hüceyrələri rəngsiz şəffafdır. Bəli, amma orada xlorofil hesabına yaşıl görsəndiyinə görə cavab səhv gəlir. Ağacıqlar yarpağın hər iki tərəfində də yerləşə bilər. Bəli, kələm və süsən bitkisində ağacıqlar yarpağın hər iki tərəfində yerləşir. Bura baxan kimi elə biz toxumca meyvəni görən kimi cavabı tapmalıyıq. Biz bilməliyik ki, toxumca meyvə yalnız mürəkkəbçilər fəsəsinin meyvə tipidir. Sonra yabani ağ turp. Yabani ağ turp xaçəklər fəsəsinə aiddir. Çiçək tüstürü K4, L4, Y6, D1. Bizdən də erkəcik soruşur. 2-ni vuruq 6 edir 12. Adi dəlibənc aiddir badımcan çiçəklərə. Çiçək tüstürü K5, L5, Y5, D1. 3-ü vuracaq 15-ə. Yer fındığı isə paxlalara aiddir. Çiçək tüstürü K5, L5, Y9 üstəgəl 1, yəni 10, dişicik 1-dir. 4 də vuracaq 10-a eləcək 40. Yəni 40 üstəgəl 15 üstəgəl 12 bərabər eləcək 67. Toxumları xaricdən meyvə yanlığı örtülməyən bitki çılpaq toxumlar olacaq. Çünki onların meyvəsi yoxdur ki, meyvə yanlığı da olsun. Yaşıl quş mamırında qamçılı qamətlər. Biz bilirik ki, qamçılı qamətlər spermatozoidlərdir. Onlarda qamçı olur spermlərdən fərqli olaraq. O da erkək bitkidə olduğuna görə erkək quş mamırında olacaqdır. Transpirasiyanın sürəti havanın rütubəti ilə tərs mütənasibdir. Çünki transpirasiya suyun buxarlanmasıdır. Hava isti quraqlıq olanda su buxarlanır, onu qızmaqdan qoruyur. Yəni rütubət çox olanda buxarlanma az olur, tərs mütənasib olur. Quş üzümü, pomidor və paxla. Biz bilirik ki, quş üzümü ilə pomidor badımcan çiçəklər fəsləsinə aiddir və hər ikisində meyvəsi gilə meyvədir. Yəni 2-yə A ilə B uyğun gələcək. Meyvələri gilə meyvə olub eyni fəslə aiddir. Elə buradan baxan kimi cavab C variantı gəlir, amma yenə də baxağın 3-ə pomidorla paxla D variantı gəlir. Hər ikisi mədəni bitkidir, düzgündür və hər üçün də ortaq cəhət çiçək yanlığının 10 olması. Bəli, çiçək yanlığı nə demək idi? Kəsə yarpaqlarla ləçəklərinin cəmi. Hər üçündə də K, L, 5 olduğuna görə toplayanda cəmi eləyəcək 10. Sonra 14-cü sual, hansı canlılarda yalnız örtoxumlarda olur? Biz bilməliyik ki, çiçək yalnız örtoxumlar fəsiləsinin nümayəndəsində olacaqdır. Cavab A olacaq. Mamıllardan fərqli olaraq qıcı kimlərdə? Mayalanmanın prosesi suyun şəkli gedir. Hər ikisinə aiddir.
Yarpaqlarında xloroplast olur. Hər ikisinə aiddir. Çünki yarpaq varsa xloroplast olacaqdır. Saçaqlı kök sistemi mamırlarda ümumiyyətlə kök sistemi yoxdur. Rizoid var, qış həkimlərdə var. Bunu götürəcək. Bir də kökümsöv gövdəsi olur. Bəli, qış həkimlərin yerüstü gövdəsi yox. Yeraltı kökümsöv gövdəsi olduğuna görə demək cavab nə oldu? 3, 5. Quş əppəyinin çiçəkləri saplaqsız olur. Biz bilirik ki, quş əppəyinin çiçəkləri sadə salxım çiçək qrupuna aiddir. Bu da səhv oldu. Quş əppəyinin çiçəkləri sadə salxım çiçək qrupuna aiddir. Saplaqsız olsa sadə sümbül olacaqdır. Cavab olacaqdı sadə sümbüldə bağa yarpağı. Yəni 16-da B olacaqdır. 17-ci sualı tam aydın düşməyib uşaqlar. İndi bilmirəm təqribi siz başa düşürsünüz, düşmür. Topa düzülüşlü deyir, təqribi deyir və minimum yarpaq deyir. Və buradan deyirsən buğum arası və qoltuq tumurcuğunu soruşur. Cavablar tam görsənmir. Yəni şifahi olaraq biz bunu izahat verək. Yəni başa düşün nə deməkdir? Görsənsə tapa bilirsə tapa bilərsiniz. Biz bilirik ki, topa düzülüşə aiddir qağa gözü, qatır quyruğu, oleander deyə. Bunların bir buğumunda minimum 3 yarpaq çıxır. Bir buğumunda nə qədər yarpaq çıxırsa, yarpaqların sayı qədər də qoltuq tumurcuğu olurdu. Tutaq ki, en qədər buğumu varsa 3 en qədər qoltuq tumurcuğu olur. Buğum arası isə buğumların sayından bir vahid az olur. Yəni buğumu n isə buğumların sayı n-1 olacaq. Bu cavabı görə bilirsiniz də cavablardan düzgün cavabımız olacaqdır. 18-ci sual bizdən dolayı inkişafı soruşur. Biz demişik ki, sürfə mərhələsi varsa dolayı, yoxdursa düzünədir. Qurbağada və kəpənəkdə sürfə mərhələsi olduğuna görə nə olacaq? Dolayı inkişaf olacaqdır. Sonra erkək qarğıdalı bitkisinin erkəyi süpürgə çiçək qrupudur. Dişisi qısa çiçək qrupudur. Tozlanması isə küləklədir. Yəni bu sual əzbərçi sualdır. Adi şam bitkisinin hansının qozalarında tozcuq hissəsi olur? Biz də bilirik ki, tozcuq hissəsi erkək bitkilərdə olur. Yəni erkək, yəni bitkinin erkəyində olduğuna görə, ona görə də erkək də nə rəngdə olur? Sarımtı yaşıl rəngli qozalarda olacaqdır. 20-ci sual. Verilmiş daxili parazitlərdən hansı çox hüceyrəli deyil? Biz bilirik ki, dizenteriya əmöbü yoğun bağırsaqda parazitlik eləyir və o da bir hüceyrəli canlı sayılır. Cavabda uyğunsuzluğu müəyyən edin. Elə baxan kimi görünür ki, topinambur gövdə yumrusuna aiddir. Soğanağa aid deyil deyə cavab olacaq B. Çayır kökümsovdur, çiyələk bığcıqdır, kartof da gövdə yumrusudur. Cavab onun üçün B oldu. Sonra xılımdama da ziqotdur. Uşaqlar, biz bilirik ki, xılımdamına da zigotu əlverişsiz mühitdə əmələ gəlsə də, əmələ gəlməsi əlverişsiz mühitdir. Amma bölünüb çoxalması isə əlverişli mühit olur. Yəni zigot nə vaxt bölünür? Əlverişli mühitdə, yəni yazda bölünəcəkdir və 4 dənə qamçılı, 2 qamçılı hüceyrə əmələ gələcək. Ulotrixdən fərqi o idi ki, ulotrix zigotdan 4 dənə qamçısız hüceyrə əmələ gəlirdi. Sonra adi şamın dişi qozasında 64 pulcuq varsa, əgər pulcuqların hamısında yumurtacıq olarsa, neçə toxum əmələ gələ bilər maksimum. Biz də bilirik ki, dişi qozalarda, dişi adi şamda bir pulcuqda 2 yumurtacıq olur. Yumurtacığından birindən toxum əmələ gəlsə də biri əmələ gəlmirdi. Amma deyir, maksimum əmələ gəlsəydi, yəni 64-ü 2-yə vuracaqdıq, 128 dənə toxum əmələ gələ bilər. İçevli bitkilərin bir fərdində həm dişi, həm də erkək çiçəklər olur. İçevli bitkilər nə demək idi? Erkək ayrı bitkidə idi, dişi ayrı bitkidə idi. Demək bu cavab səhvdir. Bir cinsli çiçəklər öz-özünə tozlanır. Xeyr. Öz-özünə tozlanma nə cür idi? 2 cinsli olmalıydı. Erkəcik dişicik eyni vaxtda yetişməli idi və erkəcik dişicikdən yuxarıda yerləşməlidir. Demək bu cavab da səhvdir. 2 cinsli çiçəklər nektarsız ola bilər. Bəli, əlbəttə ola bilər. Nektarsız da ola bilər. İçevli bitkilər 2 cinsli çiçəyə malik ola bilməz. İçevli bitkilər nə deməkdir? Erkək ayrı bitkidə idi, dişi ayrı bitkilərdə idi. Yəni içevli bitkilərdə erkək və dişi ayrı bitkilərdə olur. 2 cinsli çiçəyə malik olan bitkilər küləklə tozlana bilməz. Bu cavab səhvdir. 2 cinsli çiçəklərə malik olan bitkilər küləklə də tozlana bilirlər. Belə, sonra 26-cı sual, saplaqlarında xromatoforların ümumi sayı 60 olarsa, biz bilirik ki, lotus yosununda bədənində nə qədər hüceyrə varsa, bir vahid az nüvəsi, bir vahid az da qapanmayan halqa şəkilli xromatoforu var idi. O bir dənə az dediyimiz o idi ki, ağ rəngdə hüceyrə olurdu ki, nə nüvəsi var idi, nə xromatoforu və ondan substrata yapışırdı. Yəni, burada 60 dənə xromatoforu varsa, demək 60 dənə nüvəsi var idi, saplaqların sayı 4 dənə olduğuna görə, ümumi hüceyrəni soruşduğuna görə 60 da gəl 4, 64 dənə də cəmi hüceyrə olacaqdır.
Sonra adi şamın, adi şamdan adi künarda deyir ki, baxağın, toxumlarda qoza pulcuqlarda yerləşir. Hər ikisində, yəni A 2-yə uyğun gəlir. Yarpaqlar 2-3 il yaşayır, 1-ə uyğun gəlir. Adi şamdır. Quraqlığa davamlı bitkidir. Adi şamdır. Kölgə davamlı bitki adi küknardır. Kökü torpağın dərinliyə getmir. Bu da aiddir adi küknar. Çünki şam ağacının kökü torpağın dərinliyə doğru gedirdi. Gövdə yumrusuna maliş deyir və badımcan çiçəklər fəzəsinə aiddir. Bu kimi idi? Kartof aiddir bura. Gövdəsi dayağın ətrafına sarmaşır. Sarmaşan gövdə çox sarmaşılan lobya idi. Paxlalı dediyinə görə lobyanı götürürük. Yarpaqları şəklini dəyişərək ehtə qədəməz toplayır. Bu da aiddir kələm. Buna da aiddir xəçələ fəzəsinə aiddir. Demək biz qeyd elədik 28-ci sualı. 29-cu sualda Z bitkisinin çiçək düsturu. Kələm nə aid idi? Xəçəklər K4, L4, Y4-2, yəni 4 uzun, 2 qısa, D1 idi. Meyvəsi isə buynuz meyvə idi. X və Y bitkisinin hər birinin 10 çiçəyində cəmi neçə bitki ləçək olduğunu deyin. X bitkisi aid idi badımcan çiçəklərə K5, L5, Y5. Bunun üçü də bitişikdir. Yəni ləçəklərin 5-i də bitişik olduğuna görə birində 5-də, 10-unda 50 olacaq badımcan çiçəklərdə. Amma paxlalar fəsəsində ləçəyi 5 idi, 3-ü sərbəst idi, 2-si bitişik idi. Sərbəst hansı idi? Yelçəklə avar sərbəst idi, qayıqçıq isə bitişik idi. Yəni 10 vursan 2 eləyir 20. Cavab nə oldu? 50 üstəgəl 20 bərabərdə 70. İzahatımız bu qədər. Əgər başa düşdünüzsə, takip atıb bəyənə bilərsiniz. Sağ olun.